Salam, xoş gördük. Mən İbrahimov Şirazi Rüstəmoğlu, Basarkeçər rayon Nərmanlı kəndi icma sədriyəm. Bu tədbir haqqında qısaca olaraq belə bir fikir yürütmək olar ki, bilirsiniz ki, 1988-91-ci illərdən sonra Qərbi Azərbaycanda yaşayan Azərbaycanlılar, türklər öz doğma dədə-baba yurtlarından didərgin düşdülər. Hərə bir rayona, kəndə, ayrı-ayrı ölkələrə pənah apardılar. Əsasən böyük əksəriyyət doğma Azərbaycanımıza pənah gətirdilər. İllər keçdi, tədricən orta yaşlı nəsil dünyasını dəyişdikcə burada doğulan gənc nəslin bir-biri ilə görüşlər, təmaslar azalmağa başladı. Yeni gənc nəslin bir-biri ilə görüşlərini təşkil etmək üçün gənclərin bir-biri ilə daha sıx əlaqə yaratması üçün hər hansı bir yenilik, tədbirlər fikirləşmək lazım idi. Gənclər bizim gələcəyimizdir, qürur mənbəyimizdir. Bunu nəzərə alaraq 2018-ci ildən Nərmanlı kəndi üzrə ali məktəbə qəbul olan tələbələrin görüşünü keçirməyə başladıq. 6 il ərzində bu tədbir keçirildi. Gənclər, valideynlər arasında, ictimaiyyət arasında yaxşı bir rəğbət, hörmət qazandı. Bunu görərək Qərbi Azərbaycan icması yarandıqdan sonra bilirsiniz ki, Cənab Prezident, Ali Baş Komandanımız qərargaha gəlib, Qərbi Azərbaycan icmasının mərkəzi qərargahında öz ad gününü qeyd edib, bir qrup bizim tanınmış ziyalılarımızla bir yerdə olub və orada belə bir inam formalaşdı ki, biz doğma torpaqlarımıza, Qərbi Azərbaycanımıza qayıdacağıq. Və bu istiqamətdə də günü-gündən getdikcə ümidlərimiz artır. 2020-ci ildə 44 günlük Zəfər bayramını əldə elədik. Sonradan 2023-cü ildə sentyabr ayının 20-sində suverenliyimizi bərpa elədik. Artıq biz hiss edirik ki, addım-addım doğma torpaqlarımıza, Qərbi Azərbaycana, Göyçəyə, Basarkeçərə ilə Nərmanlıya yaxınlaşırıq. Və bugün keçirilən bu tədbir də Qərbi Azərbaycan gənclərinin, Basarkeçər gənclərinin o doğma torpaqlar uğrunda atılan addımların bir nümunəsidir. Bilirsiniz ki, Qərbi Azərbaycan icması bir neçə gün öncə 600 baldan yuxarı bal toplayan tələbələrlə görüş keçirdi. Bugün isə Basarkeçərin topladığı baldan asılı olmayaraq ali məktəblərə qəbul olub tələbə adını qazanan tələbələrlə görüşümüzdür, valideynlərlə bir görüşümüzdür. Bu bir ilkdir. İnanıram ki, Basarkeçər rayon icmasının keçirdiyi bu tədbir, uzun illər Nərmanlı kəndinin keçirdiyi bu tədbir artıq Qərbi Azərbaycan icmasında ilk olaraq keçirilir və mən inanıram ki, davamlı olaraq bu tədbirlər davam eləyəcək və gün o gün olacaq ki, biz doğma Qərbi Azərbaycanımızda, Göyçədə, Basarkeçərdə, Nərmanlıda qəbul olan tələbələrimizlə görüşü keçirdəcəyik. Bu görüşün təşkilində xüsusi olaraq həm Əziz müəllimə, Nuru müəllimə və Basarkeçər rayonunun kənd icma sədrlərinə, hər birinə xüsusi təşəkkür edirəm ki, bu siyahıların hazırlanmağı, toparlanmağı çox əziyyətli olsa da öhdəsindən layiqincə gəldilər. Bütün təşkilatçılara öz təşəkkürümü bildirirəm. Şəxsən mən bu işlərin həyata keçməsində, təşkil olunmasında zəhmətim olduğu üçün özümlə qürur duyuram. Təhsilli gənclər elə bizim gələcəyimizdir. Gənclərimizə eşq olsun.